Biz Təbrizlilər qeyqanaq yeməsək ölürük. Hər tikəsi dünyadır. Əgər qeyqanağın işli olmasa, əslən Təbrizli deyərsən. Gedək birlikdə bu əsil və yeməli qeyqanağı bişirək. Kommentlərdə kəlməyə nəbati yazın biləmə, ta məvaddə şirənin əndazəsini deyin biləcə. Yumurtanın vanili qarışdırandan sonra zəfəranla yoğurdunu da artırıb və dubara qarışdırıb. Onunla bekin pudri qarışdırıb 2 mərhələdə əliyəcək mayəmizin içinə həmçinin dəsti ilə qarışdırıb ta mayəmiz yekdəst olsun. Qalibə yağ töküb, mayənin yağsını tökəcək qalibə qoyaq dəstgahə, sorxonda 2 dəqiqə özün tutsun. Bu dəstgahə sorxonu بدون روغنin də peycin kəpşində biləcə təq eləmişəm. Sonra məğzicatını da tökəcək qeyqanağın üstünə, mayənin yarısını da töküb, dubara qoyacaq dəstgahə sorxona. Qeyqanağın bir tərəfi qızarandan sonra çörəcək o bir tərəfi də qızarsın. Sonra xəlal dəndanla 5-6 yerin budur dəlib, sərin şirəni tökəcək isti qeyqanağın üstünə. Bu postu yolla əziz dostlarıma və seyv eləci bugün dərdi və dəyər.